Salam dostlar, Kür çayının aşağı akınında suyun səviyyəsi durmadan artmaqda devam edir. Doğrusu insanlar son illər Kür çayının qurumasından, suyunun azalmasından o kadar məyus olublar ki, hazırda Kürün belə gür sulu olmasına sevinirlər. Qeyd edim ki, hazırda Kürün suyu artık sahildeki durgunluğa dolu. Aynı zamanda Kür çayının sahilindeki Tugay meşələri də, yani ondan kalan, olup kalan Tugay meşələri də su basmaya məruz qalıb. Bunu